tənqidlər bizim cəmiyyətin bir ayrılmaz bir hissəsidir və çox vaxt da neqativ tənqidlərdir. Adam heç fikrini sən deməmisən, artıq başlayır tənqid eləmək. 2010-dan indiyənə kimi o tənqidlər susmurdu. Bu normaldır. Ona qarşı bir immunitet sizdə yaranmasa, heç nə eləyə bilməyəcəksiniz. Mənim üçün tənqidlər bir stimul mənbəyidir və məni nə qədər tənqid eləyirlərsə, artıq illərdir beynimi elə kökləmişəm ki, mən daha da istəyirəm ki, o tənqid olunanın əksini sübut edeyim. Əgər hamı sizi sevsə, siz inkişaf eləməyəcəksiniz. Və sizi sevməyən, sizi tənqid edən, sizdən zəhləsi gedən, nə qədər insanların sayı çox olacaqsa, siz bir o qədər aktiv olacaqsınız və istəyəcəksiniz ki, özünüzü sübut eləyəsiniz. Həyatda bizi tənqid edən adamlar bəzən dostlarımızdan da çox faydalı olur. Hərdən dostlar cürət eləmir bizim səhvimizi deməyə və yaxud da bizə bir enerji verməyə, motivasiya etməyə. Və onlar o motivasiya rolunu oynayır. Mən belə insanı dəyirmana bənzədirəm. Nə qədər külək çox olursa, dəyirman sürətlə hərəkət edir. Külək dayansa, dəyirman dayanacaq və paslanacaq, düzdür? Və o hərəkət daim o yel dəyirmanının pərlərinin fırlanması onu daha da aktivləşdirir. Nə vaxt mübarizə dayandı, o yel dəyirmanı da məhv olacaq. Çalışın ki, həyatda sizi bəyənməyən ən azı bir adam olsun. Olmasa da elə birini gedin tapın. Bizim ölkədə çox asandır. Bir-iki qonşunun qapısını döyün, öz hədəflərinizdən onlara danışın. O dəqiqə başlayacaq o neqativlər. Evə gəlirsən, hamı səni tərifləyir. Bütün məhəllə hamı səndən danışır, hamı səni tərifləyir. Aydındır ki, yalandır da, düzdür. Bizim bu qədər üstünlüyümüz ola bilməz ki, sən onda inkişaf eləmirsən. Sən düşünürsən ki, mən əgər belə mükəmməl bir insanamsa, belə mükəmməl övladam, belə mükəmməl şagirdəm, tələbəyəm, yaxşı idmançıyam, yaxşı natiqəm, məndə artıq hər şey var da, mən pikə çatmışam da, mən bundan artıq hara getməliyəm. Az indi təsəvvür ki, gəlirsən, sinifdə bir-iki nəfər sənə deyir ki, səndən bir şey olmayacaq. Sənin artıq beynində mübarizə neyronları işə düşür və sən deyirsən ki, yaxşı, deməli, öz üzərimdə işləyəcəm, mən ortaya böyük bir iş qoyacağam və ən azı özümə və sənə sübut eləyəcəm ki, mən bunu bacararam. 2010-da yadımdadır ki, bəzi yazıçılar mənə deyirdilər ki, əgər bu insandan yazıçı olsa, mən adımı dəyişərəm. Və olur da belə mübariz insanların qapısına gəlib duyur.